Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Quba, Qusar, Xaçmaz və Şabranda avtomobil yolları təmir ediləcək. Bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş. Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib. Qeyd edilib ki, AIDA tərəfindən Quba İspih-Xınalıq yolunun 30-cu kilometrliyində baş vermiş uçqunun nəticələrinin aradan qaldırılması, Quba-Qonaqkənd Mucu yolunun 40-42-ci kilometrliyində baş vermiş çökmə, qabarma və sürüşmənin nəticələrinin aradan qaldırılması, Yerfi-Adur yolunun yararsız vəziyyətə düşmüş çınqıl örtüyünün yenilənməsi, diametri 300 və 500 mm-lik, ümumi uzunluğu 81 metr olan su ötürücü boruların yenilənməsi və 20-ci kilometrlikdə Söhüb kəndinin ərazisində yerləşən körpünün giriş-çıxış hissələrinin bərpası, Xaçmaz-Xudat-Yalama yolunun 60-cı kilometrliyində yan-yana 3 ədəd borunun çıxışlarının bərpası və 68-ci kilometrlikdə yolun bərpası, Malı-Oba-Qıraqlı yolunun 8-ci kilometrliyində yolun bərpası, Həzrə-Mucuq yolunun 4-cü kilometrliyində körpünün girişinin bərpası işləri həyata keçiriləcək.